Salam. Gəlin biz 50-ci test tapşırığına baxaq. İsmail Şıxlanın Namir Gülləsi hekayəsi ilə bağlı yanlış fikirləri müəyyən edin. A variantı. Mürşid Niftalı çoxadan heyif çıxmaq üçün onu güllə ilə vurur. Bəli, heyiflidir. Çünki onun arvadını eşidir ki, döyür, ona xəbərdarlıq eləyir və hətta peşman olur ona kömək eləməyə. B variantı. Mürşid Qaçaq Kərəmin dəstəsindən qovulur. Bəli, Qaçaq Kərəm görür ki, o vurubdu, mürşid vurubdu. Ona görə mürşidi qovur. Özdə namərd gülləsi nəyə görə deyil? Arxadan vurduğu üçün. Mürşidin ailəsinin incitdiyini eşidən Niftalı onu cəzalandırmış, onu öz yanında saxlar. Xeyr, öz yanında saxlamır. Hətta onu qovur, ona hədə qorxu gəlir. Və bundan da mürşid ondan yaralı qalır və onu öldürmək qərarına gəlir. D variantı. Kərəm yaralı vəziyyətdə olan Niftalıya kömək etmək istəsə də onu xilas edə bilmir. Bəli, çox çalışır ki, alındırsın, ancaq alındırmır və deyir ki, qoy namərd gülləsi ilə mən ölməyim, sən sonuncu gülləni sən vur. Bilim ki, mərd əlində ölmüşəm. Y variantı. Həyat hadisələrinin gedişi bir vaxt dost olmuş, uşaqlıq illərini bir yerdə keçirmiş, Niftalı çox elə Kərəmi düşmənə çevirmişdir. Bəli, bu da tamamilə doğrudur. Cavabımız B variantı, C variantıdır.